Salam, kanalıma xoş gəlmişsiniz. Mənim adım Mədinədir. Bugün sizlərə həm özüm haqqında çoxlu informasiya verdiyim, həm dərslər haqqında danışdığımız, həm də çoxlu dərs etdiyimiz bir video çəkirəm. Çünki həmişə vlog atanda, özəlliklə də dərs oxuma vloglar atanda çoxlu kommentlər gəlir. Hətta hamı eyni şeyi soruşur. Niyə blok imtahanını vermirsən? Və yəni 5-ci qrupa falan getdiyimi düşünənlər belə olub son videoda. Yəni 5-ci qrupa gedənlərə sözüm yoxdur. Sadəcə tibbə gedirəm. Yəni 5-ci qrup biraz olmadı sanki. Bugün həm sizin suallarınıza cavab verəcəm, həm də həm dərs deyən bir müəllim, həm də dərs öyrənən bir şagird olaraq günlərim necə keçir, nə qədər məşğul oluram, nə qədər dərs edirəm, nə qədər dərs hazırlayıram və keçirəm. Sizə onları göstərməyə çalışacağam. Burada fevralın 12-si cümə axşamıdır. İmtahan martın 9-udur. Bir aydan az qalıb. Sabah həm məktəbə getməliyəm, həm Azərbaycanla hazırlığım var, həm riyaziyyatın elə bir əyani hazırlıqları var. Daha sonra Azərbaycanla əlavəm var. Əlavədən əvvəl müəllim tapşırıq verəcək. Daha sonra riyaziyyatın onlayını var. Azərbaycanın əlavəsi, əlavə yəni onlayn evə gəlirsək keçirik. Onun üçün də müəllim ayrı sınaqlar verib, onları da eləməliyəm. Yəni əyani tapşırığı, onlayn tapşırığını ayrı eləyirəm. Daha sonra çiçətdə də bilirsiniz ki, öz ingilis dili kursum var və dərslərimizə qoşula bilərsiniz. Bir danışıq dərsi qrupum var. B2 səviyyə, B1+ səviyyə arasında bir şeydilər. Onlara da dərs keçəcəm. Yəni onlara da material falan hazırlayacağam, sualları hazırlayacağım. Dərsimiz necə gedir falan sizə də onları göstərmək istəyirəm ki, çünki çox sual gəlir dərslərimiz haqqında. Yenə də ətraf məlumat üçün mən həmişə qoyuram bilirsiniz açıqlama bölməsində, orada yaza bilərsiniz. Amma yenə də dərs gedişatını sizi tanış etmək istədim. Biraz qaranlıqdır, amma indi özümə kafe düzələcəm. Burada gördüyünüz kimi My Melody stəkanım. Bunu Minnesotadan almışdım 1 il əvvəl təxminən. Amma hələ də sevirəm. Aldım, otağıma gəldim, amma təxminən 10 dəqiqə əvvəl çəkilişdən gəlmişik. Ona görə üzümdə bu qədər makyaj var və bu boyda sırğalarım var. Normal təbii ki, evdə belə deyiləm. Nəysə, indi bunları da çıxarıb gəlirəm. Burada da bacımın hazırladığı çox küçük kukimiz var. Evet, gördüyünüz kimi. Daha sonra kofem de burada da hazırladım. Bunu göstermiştim. Neyse. Öncelikle başlayaq. Tamam, ben dersine eliyle başlayayım. Çok zaman itirəcəm yoxsa. Başlayaq mənim niyə bloka hazırlaşmamağımdan. Buraxılışı hazırlaşıram sadəcə. O da sadəcə Azərbaycan riyaziyyatına hazırlaşıram. Amma yəni Azərbaycanda zaten böyük ihtimalle 100 alacağım. Riyaziyyata əsas fokus. Və niyə? Səbəb nədir? Çünki dostlar, mən xaricə gedirəm, tibbə gedirəm, 4-cü qrup yəni ki, amma 4-cü qrupa hazırlaşmadan, yəni tibbə gedirəm. Hani xaricə tibbə, SAT vermişəm, IELTS vermişəm, TOEFL da vermişəm. Yəni əlavədə hər şey hazırlanıb və hətta hal-hazırda burs təqaüd proqramına da başvurmuşuq. Sadəcə universitetlərin hələ ki başvurma prosesi başlanmadığı üçün başvurmamışıq. Yoxsa yəni təxminən mayda falan onlar da başlayacaq artıq. Və hansı ölkəyə gedirəm, bu hələ ki qalsın bir yerdə. Yəni bilənlər bilir, bilməyənlər hələ ki qalsın, sonra bunu danışarıq. İmtahanlarımın da hamısını keçən il vermişəm. Yəni indi 11-ci sinifəm və 10-cu sinif ikən hamısını verib bitirmişəm. SAT 9-cu sinifdə başlamışdım. Yəni 10-cu sinifdə onu da verdim, IELTS da verdim, TOEFL da verdim. Məni çoxdan izləyənlər bilir, amma yeni gələnlər üçün bunların hamısını qısa şəkildə məlumat verim. SAT-ni vermişəm, 1500 bal almışam. IELTS-i bir aya verdim, 8 bal aldım. TOEFL-da 3 həftəyə verib 120 üzərindən 101 bal aldım. IELTS-da 9'du maksimum bal. Bunu da nəsə soruşulur. IELTS haqqında məsələn videom var. Hamı gəlir tutaq ki, nə bilim, Parisdə vlog çəkmişəm. Hamı gəlir altına IELTS haqqında sual verir. Arkadaşlar, IELTS haqqında videom var. İzləyə bilərsiniz. SAT haqqında da videom var. Xarici təhsil haqqında da videom var. Daha sonra özüm haqqında sual cavab videosu da var. Yəni əslində bunların hamısı var. Öncəki videolarıma baxmaq lazımdır demək ki. Tamam, öncə başlayırıq riyaziyyatın ev tapşırığını eləməkdən. Çünki Azərbaycan əslində nə verib bilmirəm. Heç nə verməmiş də ola bilər. Çünki uşaqlar da qrupa yazdılar ki, müəllim nə verib. Mən də baxdım ki, bilmirəm müəllim nə verib. Verməyib hər halda yadından çıxıb. Onu görüm yazıb var. Yox, heç kim heç nə yazmayıb. Yəni müəllim də qrupda da yazmayıb. Bəlkə də vermək istəməyib. Yəni içindən gəlməyib də ola bilər. Baxaq indi görə riyaziyyat müəllimim nə veribmiş. Riyaziyyat mən biraz sevmirəm. Əslində sevirəm. Mənim ən sevdiyim dərs kimyadır. Daha sonra riyaziyyatdır. Kimya önə keçib biraz, amma yəni yenə də riyaziyyat ikinci ən sevdiyim dərsdir. Fərqi yoxdur hansı cür riyaziyyat. Hər bir cürü. Amma loqaritmik tənliklər və trigonometrik tənliklər, onların ikisini heç sevmədiyim üçün biraz dimin riyaziyyatından yola getmirik. Bugün saçım bir ekstra gözəldir əslində. Bunlara baxın. Çox xoşuma gəldi. İnşallah sabaha qədər belə qalarlar. İndi riyaziyyat müəlliminin nə verdiyinə baxaq. Əslində riyaziyyat çox sevirəm. Kimya birinci sevdiyim dərsdir. Riyaziyyat ikinci ən sevdiyim dərsdir. Kimya daha önə keçib, amma yəni yenə də riyaziyyatla ilgili sevdiyim məncə görünür. Və 9-cu sinifdə də
mən sıfırdan başlamışdım. Çünki heç bir şey bilmirdim. Ondan əvvəl müəllimlərim çox pis olmuşdu. Nə hazırlıq müəllimi normal tapa bilirdim, nə məktəbdə müəllim normal dərs, yəni başa düşmürdüm deyək. Başa düşmürdüm müəllimi və 9 hazıra getməyə başlayanda sentyabrda başlamışdı və mənfi 5-in üstünə 3 gələ bilmirdim. Yəni məsələ bu yerdə idi. Amma 97 bal almışdım. Çünki açıq sualın birinə 3-də 2 bal vermişlər. O da yeni toplu çıxmışdı 2023-cü ildə. İkinci hissəsindən idi, birinci bölməsindən. Və biz yəni ikinci hissəni təbii ki işləmirdik. 9-cu üstündən ikinci hissəsi işləyəcək. Yəni müəllim bəzi şeylər göstərirdi. Bu qədər. Yenə də yəni məncə ədalətsiz idi. O sual orada niyə salmışlar? Salmasaydılar balım daha yüksək olacaqdı. Riyaziyyatım 100 bal olacaqdı. Nəysə, heç 3-də 2-ni eləmək yaxşı bir şeydir. Funksiya idi bu arada. 11-ci sinifin dimi riyaziyyatından niyə sevmirəm? Loqaritmik təlimlikləri və trigonometrik təlimlikləri heç sevmədiyim üçün, bir sualdan heç nə olmaz, 2 sualdan heç nə olmaz dediyim üçün yəni heç yola gedə bilmirəm. Bəlkə də öyrənməyə çalışıram bu arada, amma çox da alınan şeyə oxşamır. Düzünü desəm. Biz nə keçmişdik? Fırlanma cisimləri keçmişdik və ev tapşırığımızda fırlanma cisimləri müəllim sınaq atıb onlardan işləməkdir, buraxılışa düşən suallar və fırlanma cisimlərinin hər bölməsinə 30 dənə. Ümid edirəm ki, 3 dənədən artıq bölmə yoxdur əslində. Keçən dəfə də fəza fiqurlarını işlərkən müəllim dimdən verməyibmiş, PDF-dən veribmiş. Mən dimdən götürüb bütün 2 dənə bölməni işləmişəm. Yəni birində məsələn 80 sual var. Hamısını işləmişəm. Və müəllim vermədi. Dedilər onlar bloka düşən sualları sonra işləyəcəklər falan, yəni buraxılışdan sonra falan. Nəsə elə bir şey deyəsən, vermədim. Fırlanma cisimlərini keçdik. Niyə yəni, niyə? Bu arada sonrakı etapını işləmişdim. Yəni səhv işləmişdim deyəndə axşam 11-də öyrəndim, təzədən digərini işləməyə başladım. Bu videoda biraz daha danışsam dərs eləyə bilməyəcəm, mən hələ gəlir. Sizdən də aldığım ən çox kompliment, yəni zahiri deyil də daxili görünüşü, yəni xarakterimə aid. Hamı yazır ki, çox sevgili hiss etdirirsən. Eyvallah, çox təşəkkür edirəm. Həqiqətən bu çox gözəl bir komplimentdir. Bir də hər videomun altına gəlir, bir də çox like falan da alır. Çox sağ olun. Zahir görünüşümə də gələn böyük ihtimalle saçlarımdır deyə düşünürəm. Yəni saçlarıma çox komment gəlir, maşallah, maşallah. Məncə çox gözəl görünürlər şu an. Öncə qaydanı oxuyum, daha sonra isə tapşırıqlara baxmağa keçək, baxaq görək nə var imiş, nə yox imiş, nə gözləyir bizi. Mən əslində fəza fiqurların birinci hissəsini başa düşdüm. O qaydanın adı nə idi əslində yadımdan çıxdı. Bucaqlar falan olan hissəsini başa düşdüm. Gözəl idi. Fırlanma cisimlərində əslində çox sevirəm. Yəni silindri, piramidi falan. Mən özümlüyündə çox sevirəm. Fəza fiqurlarına aid də maraqlı suallarını işləməyi sevən birisiyim. Eseydən falan çox sevirdim. Hətta eseydə ən sevdiyim mövzulardan biri piramida və silindri aid suallar idi ki, onları yəni müəllim izah edəndə görmədim. Yəni qabağıma çıxmayıb hələ ki, etap şöyə eləməmişim, çıxara bilər. Nəysə, bax görək nəymiş.
sifariş etdik. Yeyəcək bir də. Yemək fasiləsindən sonra davam edirik. Bir çox insana qəribə gələn bir adətim var. O da caz dinləməkdir. Yəni həqiqətən ən sevdiyim janrlardan biridir. Dərs eləyərkən də mütləq caza qulaq asıram. Yəni hətta Spotify-da belə də bir playlistim var. Yəni ki, gedib baxa bilərsiniz.
Adım sizcə nədir? O da Mədinəli idi. Yəni bilirsiniz ki, hər yerdə adım Mədinəli idi. Dostlar, deməli silindiri yazdım. Çox rahat, yəni heç birinə sual qoymamışam, əla. Konus, əla, sualsız. Sferada bir dənə sualım var. Ay, konusda bir dənə sualım var. Sferada da bir dənə sualım var sadəcə. Sfera kürə, əla, yəni çox rahat yazdım. Çox tez-tez yazdım. Kombinasiyaya gəldim. Yaza bilmirəm. Gələ bilmədim. Gəldim. Amma yəni məsələn 7-ci sualı necə yazdım bilmirəm mən. Və 7-ci sualda başa düşürsünüz. Neyəcəm? Deyir ki, düzgün tetraedin xaricinə çəkilmiş kürənin həcmini tapın. Tetraed tamam. Kürə tamam. Xaricini çəkdim tamam. Çəkdim. Amma nə edə biləcəyim haqqında fikrim yoxdur. Öncəki videolarıma baxanlar bilir ki, mən həm Londonda, həm də Barcelonada yaşamaq istəyirəm. İkisində də ev alıb, yəni tez-tez dəyişmək istəyirəm və tam olaraq 2 saat öncə YouTube'a indi girdim və gördüm ki, Yaşar Bağıyev bir video atıb Barcelonada bir günüm deyə. İndi də son bölümümü ona baxaraq davam etdirəcəm. İndi isə Azərbaycan yazmağa keçdim. Azərbaycan ilk tapşırığımız bu kitabdan, Güvənin 11-ci buraxılış kitabından. Yəni Azərbaycan dili. Sınaqlar idi. 10 dənə sınaq verir müəllimə. Sınaq 15-də qalmışdıq. 15-dən 25-ə kimi hamısını yazın dedi. Və yəni bir neçə saat öncə dedi əslində bunu. Nəysə mən də başladım. Videonun kimi biraz gecə dönüşdü. Sınaq 15 yazdım. Ömür elədim. İndi sualları işləməyə keçək.
demək olar ki, bitdi. Sadəcə riyaziyyatdan o 2 dənə sınaq qalıb. Onlayn dərs üçün. Ay, bir də 2 dənə fırlanma cisimlərinin testləri qalıb. Nəysə, onlar az da asan şeylərdə həll eləyərəm. Amma onlarda sabah məktəbdə, tənəffüslərdə falan, yəni boş vaxtım olduqca eləyəcəm. Dərsə qədər çatdıracağım, bir problem yoxdur onda. Azərbaycan əsasındakı sınaqları bitirdim. Riyaziyyatdan da ki, əsas toplu olan tapşırıqların hamısını bitirdim. Hazırda həm bu kitab oxuyuram, həm də bu kitabı oxuyuram. İkisini də çantama qoyum. Yatmadan öncə də özümə çay hazırladım. Normalda bu saat içməyəm, sadəcə boğazım biraz ağrıyır kimidir və bu havada, bu imtahan ərəfəsində heç xəstələnməyi gözə ala bilmərəm. Ona görə dedim bir qaynar çay içim. İndi isə biraz sosial şəbəkədə hesablarımı gözdən keçirəcəm. Yazdığınız kommentləri oxuyub cavab verməyə çalışacağım. Instagramda da daha aktivəm. Hətta 5 saat öncə belə bir reel atmışdım. Çox vaxt Instagram atdıqlarımı YouTube'da paylaşmıram. Yəni həqiqətən hansı sosial şəbəkədə hansı videolara, şəkillər paylaşacağımı öncədən çox fikirləşirəm. Gördüyünüz kimi burada əslində daha aktivəm və gündəlik həyatımda storylərdən rahatlıqla izləyə bilərsiniz. Gündən hər kəsə salamlar. Gördüyünüz kimi artıq oyanmışam, hazırlaşmışam. Yəni çıxmağıma 5 dəqiqə qalıb hətta. Sadəcə çox video çəkə bilmədim çünki yəni tələsirdim hazırlaşmaq üçün, gecikmək istəmirəm. Mənə gələn ən çox suallardan, mənə ən çox gələn suallardan biri də odur ki, məktəbə gedirsənmi, məktəbə getmirsən, məktəbdə niyə vlog çəkmirsən? Bunun da yəni səbəbi var. Məncə sosial şəbəkələrdə paylaşım eləyən ağıllı bir kəs heç vaxt yaşadığı yeri və oxuduğu yəni məktəbi və ya universiteti, yəni universitet yəni biraz başa düşmək olar, amma məktəbi falan məncə paylaşmaz. Çünki mənim hazırda yaşım 18 deyil və yaşadığım yer və getdiyim məktəb mənim ən çox zaman keçirdiyim yerlərdir. Hətta biz QST kursuna belə gedəndə, yəni orada kursu deyirdim, amma günlərimi, saatlarımı heç vaxt demirdim. Çünki mən əgər paylaşım edirəmsə, bunu dünyanın istənilən yerində olan bir insan rahatlıqla harda olduğumu öyrənə bilər. Əgər mən bunu deyirəmsə, ona görə də yəni bunun belə hallar yaratmamaq üçün heç vaxt məktəbdə falan çəkiliş etmirəm. Yəni səbəb də bu idi, amma məktəbə gedirəm. İbtidai korpusundayız. Köhnə günlərimə qayıtdım rəsmən. İbtidai sınıfa qayıtdım. Yəni bir insanın necə vlog çəkmək yadından çıxır dostlar. Saat 2-dir. Məktəbdən çıxdım. İndi gedirəm riyaziyyat hazırlığına. Mənim yaxın dostum var. Tanıyırsınız Zeynəbdə. Məndən eyni hazırlıqdadır riyaziyyatda. Yəni ki şu an gedirəm bestimi görməyə. Mən önce mesaj yazdım. Kulaksan. Mənim mamam təsirdə atam da işlədir. Allah mən sən girib danışım. Müəllim telefonları əlimizdə görməyi sevmir. Ona görə video falan çəkə bilmirəm dərsdə. Yəni bir etik də çıxmır onsuz da. Bəlkə orada videoda görmək istəməyən yoldaşlarım, dostlarım ola bilər. Nəysə, ona görə də video çox çəkmədim. İndi riyaziyyat dərsindən çıxdım, saat 4-dür və evə gedəcəm. Həftələrdə hava normal olmurdu, yəni həqiqətən çox soyuq olurdu. Yəni qar, yağış, boran, hər cür şey olurdu. Amma bugün hava çox gözəldi və çox xoşuma gəldi. Dərsdən çıxanda həmişə donurdum, bu dəfə donmuram, üşümürəm. Dostlar, evə gəldim və mənim dərsimin biri 18:30-dadır. Azərbaycan dilidir. Onun tapşırıqlarını yoxlayacağıq. Müəllim nə əcəbsə ev tapşırığı verməyib 18:32 bəli. Normalda, məsələn 16:30 evə gəldikdə, müəllim məsələn bizə tapşırıq atır, test atır və biz onlayn dərsə kimi 18:32 kimi onu təzədən işləyirik. Onlaynda onu yoxlayırıq. Sadəcə bugün ev tapşırığını yoxlayıb çatdıra bilmədiyimiz üçün müəllim dedi ki, onlayn dərsi qoşuluq, o ev tapşırığını yoxlayarıq. Gələn dəfə idi bizə daha çox ev tapşırığı verəcəkmiş. Ya. Nəysə, bu bir. İkinci. Daha sonra o 18:30-da başlayan dərsim minimum 19:30-da bitir. Yəni biraz daha çox çəkə bilər ki, məncə çəkəcək, çünki tapşırıq çox çətin idi. Amma və lakin mənim 20:00-da digər dərsim var. Şirkətdə öz qrupuma dərs deməliyəm. Maksimum gecikərəm onlara 10 dəqiqə desəm, xahiş etsəm, bu alınarmı bilmirəm. Ümid edirəm ki, Azərbaycan dərsimiz o qədər çox çəkməz. Amma ondan sonra bir dənə daha dərsimiz var. Deyəsən 9-dadır o da. Niyə 9 ya 9:30? Məncə 9-dadır. Çünki amma keçən dəfə dərsdə yəni birinə decline elədim, o birisi zəngi qoşuldum. O həqiqətən yadımdadır. Böyük ehtimalla 9-dadır o dərsində. Nəysə.
Bu formada bugün çox dərsimiz var və Çiçətin öz dərsim üçün də tapşırıqlar falan hazırlamalıyam. Yəni dərsin mövzusu, sualları, lüğəti, nə bilim, şagirdlərə məsələn dərs haqqında biraz məlumat vermək üçün və s. Yəni ki, işimiz çoxdur biraz. Nəysə, ilk öncə yemək yeyib başlaya bilərəm məncə. Hazırda ən ideal düşüncə o kimi səslənir. İlk dərsin başlamağına hələ ki vaxt var. Ona görə də riyaziyyatın onlayn üçün ev tapşırığından başlayacağım. Çünki ilk dərs üçün 18:30, 20:00 və 21:00 dalbadal dərslərim var və yəni dərs aralarında onları bitirmək üçün vaxtım olmayacaq. Müəllim nə vermişdi? Sınaq vermişdi. Əslində öyrəndiysən göstərmişəm, səhv etmirəmsə. Amma yadımda deyil ki, sınaqlar hansı sınaqlar idi. Müəllim 2020-ci ilin buraxılış imtahanında 19 iyunu verib və 24 iyunu verib. Bu şəkildə əslində dünən başlamışdım, amma tam bitirə bilməmişəm. Bunları yazmaq lazımdır. 5 müəllimə. 5? Bəli. Fırlanmaqda lı olur rı, fırlanmaq qoşarı. Zənginlikdə lı olur nı, qoşanı. Bir də nə yazmışam? 3. Hərrənməkdə lı olur rı, hərrənmək qoşarı. Biz burada məsələn demişdik ki, buradakı hədəfdəki cümləyə uyğun yazmışdım da bunu. Maksimum Gorki demişdir. Dırnaq arasında. Tutaq ki. Yox, mən bir dənə burada cümlə, gəlib ağlıma 2 cür cümlə. Yəni orada necə qoyulur onu soruşuram. Tutaq ki, indi biz deyirik ki, Maksim Gorki demişdir. 2 nöqtə, dırnaq arası gələcək uşaqlara məxsusdur. Bəlkə mən sizə sual vermək istəyirəm ki, Maksim Gorki belə şey deyib, yoxsa yox. İndi mən bu sualı dırnaqdan sonraya mı qoyuram ki, daha məntiqidir. Amma demişdik ki, sadəcə nöqtə dırnağın sonuna çıxa bilər. Axı, mənim sualımdır. Mən soruşuram ki, Maksim Gorki demişdir, gələcək uşaqlara məxsusdur. Məsələn, mən tutaq ki, bu Maksim Gorki bir dənə sual cümləsi demiş olsaydı və mən də onu sizdən soruşsaydım, onda nə olacaqdı? O da vasitən. Yenə deyirəm, əgər sən... Dostlar, dərs incə bitdi. Saat 19:38-dir. 22 dəqiqə içində dərsim var. Dərsin materiallarını hazırlamamışam və yəni 20 dəqiqə zaten minimum o dərsin materiallarını hazırlamaqdır. Və mənim təcili şəkildə kofeyə ehtiyacım var. O qədər yuxum gəlir ki, yəni dərsdə sönürdüm. Sonra müəllim dedi ki, məndə sənin səhvin yoxdur, götür izah elə testləri. Nəysə, biraz onda ayıldım, canlandım bir müəllim bu niyə belədir, o niyə elədir falan filan deyərkən. Amma yenə də çox yuxum gəlir. Sonraki 2 dərsi necə dözəcəm bilmirəm və biri də riyaziyyatdır. Həqiqətən fokuslanmaq istəyirəm dərsi, yəni hazır dərs varkən öyrənmək istəyirəm bir şeylər. Amma o qədər yuxum gəlir ki, necə olacaq bilmirəm. Dostlar, hər şey hazırladım. Burada kafem var. Artıq dərsi açmışam. Əpəmiz rəqəs azdı əslində. Burada göstərim. Bizim bugünkü mövzumuzdur. Suallar seçdim. Mövzu necə yəni şagirdlərə təqdim edəcəm onlar və lüğət sözləri də həmişə kimi hər gün 10 söz, minimum 10 söz, bəzən frazeoloji falan birləşmələri də öyrədirəm, yəni idiomlar və onunla bərabər 15-20 çıxa bilir və linki də göndərdim. Birazdan dərs qoşulacaqlar. Bugün dərsdə 3 nəfərli və dərsimizi keçməyə başlayacaq. Elə dərsə keçmədən öncə də sizə dərslərimiz haqqında məlumat verim, hazır fürsət düşmüşkən. İşıq ayarlayaq. Tamam. Bir çoxunuz da bilirsiniz ki, mənim özümün ingilis dili kursu var. Chit-chat in English. Yine açıqlan bölməsində ətraf məlumat görə bilərsiniz. Və biz orada IELTS dərsləri, General English-da yəni dərslər ki, hansında ki, siz bütün ingilis dili proqramını öyrənirsiniz. Danışıq dərsləri, din dərsləri, olimpiyatlara hazırlıq, yenə ingilis dili olimpiyatları, IELTS-ın yalnız danışıq və IELTS-ın özü və s. kimi ingilis dilində demək olar ki, verə biləcəyimiz bütün dərsləri, keçə biləcəyimiz bütün dərsləri keçirik. Artıq yəni bizim dərslərimizə qoşulan yüzlərlə tələbə olub və hamısından da xoş rəylər almışıq. Instagramda da onların hamısını paylaşırıq. Hətta dərslərimiz də həmişə Instagramda paylaşırıq gündəlik, həm din dərslərindən, həm danışıq dərslərindən və indi də sizin izləyəcəyiniz mənim keçdiyim bir danışıq dərsidir. Artıq mənim tələbələrim yüksək səviyyədədirlər, yəni B1 plus B2 arası səviyyələrdir və artıq onlar fikirlərini asan şəkildə ifadə edə bilirlər. Etdikləri səhvlər cüzi səhvlərdir, hansıları ki, ingilis dilini ana dili kimi danışan insanlar, ya da ingilis ana dili olan insanlar da eləyir. Ona görə də böyük problem deyil. Təbii ki, bilməkləşə olduqca mən öyrədirəm və yəni hələ də tam ekspert deyirlər ingilis dilində. Ona görə də yəni mənim də işim onlara qulaq asmaqda, onların səhvlərini görmək və onlara niyə səhv olduğunu və səhvlərini düzəltməyi öyrətməkdir. Bizim bugünkü mövzumuz şəxsi və məxfiliyin olmadığı bir, necə deyim,
evrən, utopiya necə olardı, onu müzakirə edəcəyik. Müxtəlif hissələrə ayırmışam dərsi və biz həmin o hissələr əsasında suallara cavab verəcəyik. Mən onlara sual soruşuram. Onlar da bir suallara cavab verirlər, müzakirə edirik. Yəni bir-birimizin fikrinə münasibətimizi bildiririk. Beləliklə çox maraqlı oldu. So on the other hand, too many secrets can create problems. People can feel isolated if they cannot talk about their feelings. I think that secrets can be both a burden and treasure simultaneously. And also there one more thing that if you own Understood the question from that point of view, to be honest. Like, if someone else has it, it's like a burden for you, and if you have it, it's like a treasure for you. So it was so nice to hear. You would see all the Artıq mistakes suallar and verirəm və bad onlar bir habits cavab verirlər. Siz də of qulaq other asabilirsiniz. people. Doesn't mean we should judge them. Because on the one hand, judging people is easy when we see something we don't like. Because on the one hand, people could feel less embarrassed because everyone is seeing. On the other hand, Bu dərs bitdi. Bir dərs daha qalıb, riyaziyyat. Həqiqətən çox yorğunam, yatmaq istəyirəm. Enerjim artıq tükənmiş şəkildədir. Sabah da bu videonu editləməyə çalışacağam ki, yəni bugün 5-ci gündə 6 bazar oturub izləyə biləsiniz. Nə fikir vermişəm? Dərs sütü satanda həqiqətən çox izləyirsiniz və sevərək izləyirsiniz. Bu yaxşı bir şeydirmi? Bəli, gözəldir. Yəni ölkəmizin gəncləri dərslərə falan fokuslanıb, dərslərlə bağlı videolara baxırlar, məsləhətlərə qulaq asırlar. Əladır. Sadəcə fikir verdiyim nədir? Məsələn, komment bir neçə dəfədən artıq yazan insanları görürəm ki, ancaq dərs vloq istəyirlər və digər şeylərlə bağlı, həyatdakı digər şeylərlə maraqlanmırlar. Bunu həqiqi mənada deyirəm. Sadəcə izlədiyiniz vloqlara bağlı demirəm. Məsələn, bir-iki izləyicimlə danışdıqdan sonra bu qərara gəldim ki, həqiqətən YouTube-dakı təbəqə, məni izləyənlər, ümumiyyətlə, digər YouTuberləri də izləyənləri, mənim yaşlarımdan gedir söhbət, yəni digərlərini təbii ki tanımır, Allah bizdən böyük YouTuberlər varsa. Əsas məqsəd oxumaqdır, dərs eləməkdir və təbii ki, bu sizin bəlkə də stimulunuzdur, bu əla bir şeydir ki, siz özünüzə fokuslanırsınız, gələcək karyeranıza fokuslanırsınız, yaxşı universitetlərə daxil olmaq istəyirsiniz və s. Mən də bunu istəyirəm, yəni bunu az çox da məni izləyənlər bilir. Sadəcə, mənim əsas toxunmaq istədiyim nöqtə odur ki, həyatda digər şeylər də var və onların həqiqətən dadını çıxarmaq lazımdır. Siz 9-cu sinifdə başlayırsınız ki, mənim imtahanım var. Hətta mənim 9-cu videomun altında 7-ci sinif, 6-cı sinifə yazır ki, bəs mən indidən neyiniyim? İndidən get oyun oyna, dərslərini elə, dərslərini elə, amma qədərində elə. Bugün kimya tapşırığım var, git kimya tapşırığını elə. Rezidən nə keçmişsiniz, onun üstündə işlə, dərsləri buraxma, məktəbə get. Sadəcə bunlar elə. Yəni sən oturun, mən bütün qaydaları təkrar edirəm. Sən nə keçmirsən ki, bugünə kimi onu təkrar eləyəsən? Yəni ki, təkcə bu kiçikləri deyil sözüm. Siz 9-cu sinifdə başlayırsınız imtahana hazırlaşmağa, daha sonra 10-cu sinif abituriyent, 11-ci sinif abituriyent, sonra universitetə girirsiniz. Yəni həyat sizə heç çox deməyəcək. Sən bu il 11-ci sinifsən, imtahanın var. Bugün ananın qızı olma, bugün atanın qızı olma, bugün qardaşının bacısı olma. Nə bilim, bu il olma, bu il sadəcə abituriyent ol. Həyat sizə bunu deməyəcək. Siz eyni zamanda həm yaxşı dost olmağı bacarmalısınız, həm yaxşı qız olmağı bacarmalısınız, yəni ailənizə, həm yaxşı nəvə olmağı, həm yaxşı bacı olmağı, qardaş olmağı, hamısını bacarmalısınız. Həyat bir yerdə dayanmayacaq. Siz eyni zamanda dostlarınızla görüşməlisiniz, eyni zamanda mütaliə eləməlisiniz, hobilərinizə vaxt ayırmalısınız, şəkil çəkməlisiniz, musiqi, nə bilim, instrument çalmalısınız, əlavə məşğuliyyətlərlə məşğul olmalısınız, şəhərə getməlisiniz, gəzməlisiniz, görməlisiniz, müxtəlif dil öyrənməlisiniz, həm də dərslərinizlə məşğul olmalısınız. Tamam, bu dərslər sizin həyatınızın bir parçasıdır. Bu sizin gələcəkdə nə qədər qazanacağınızı, ətraf mühit tərəfindən nə qədər tanınacağınızın bir işarəsi ola bilər. Sadəcə bu sizin xoşbəxtliyiniz olmayacaq sadəcə. Yəni siz necə deyim, universitetə gedib görəcəksiniz ki, sizin həyatda bir danışacağınız dost yoxdur. Siz bugünə qədər gözəl xatirələr yaşamamısınız və s. Bunların hamısı çox pis şeylərdir həqiqətən. Çünki siz burada heç vaxt 15 yaşınızda, 16 yaşınızda, 17 yaşınıza qayıtmayacaqsınız. Heç vaxt zamanı geriyə alıb tamam 15-dən 17 yaşıma kimi biraz abituriyent olaraq yaşadım bir dəfə. Qayıdım bir dəfə də bir gənc olaraq yaşayım. Bir yeniyetmə olaraq yaşayım. Yəni sizə bu şans verilməyəcək. Ona görə xahiş edirəm, həyatdakı digər şeylərə də önəm verməyə çalışın. Sadəcə dərslərinizə fokuslanmayın, çünki həyatda həqiqətən görüləcək çox gözəl şeylər var. Dağlar, çiçəklər olsun, nə bilim dinləyəcəyiniz musiqi olsun, oxuyacağınız kitablar olsun, tanışacağınız yeni yazıçılar olsun. Yəni nə bilim, biraz pis oluram həqiqətən bəzi yeni yaşlarımı görəndə, onlar hansı yaşlarım ki, həyatda heç bir şeydən zövq ala bilmirlər və sadəcə dərs oxuyurlar. Bu həqiqətən də yaxşı bir şey deyil. Həyatda hər şeyi balanslaşdırmağı öyrənmək vacibdir. Bu qədər.
İndi riyaziyyat dərsim başlayır. Uşaq kimi ağlayasım var, yəni balaca uşaq kimi ağlayasım var. Biraz daha düzüm. Böyük ihtimalle maksimum bir saat yarım çəkər. Bu arada 9:30'a başladı, saat 9 değil 9:30'du. Müəllim dəyişdi. Yəni dözməliyəm. Yoxdur. 6:50'yi bilirsiniz de necə yazmışdı? 10 çıxılsın. Değil yazmışam. Bir de kiçik. Bitti. İnana bilmirəm, amma bitti. Artıq istirahət vaxtıdır. Həqiqətən bütün duyğularım bir-birinə qarşı mental olaraq və fiziki olaraq yaxşı vəziyyətdə deyiləm. Dəqiqə heç bir şəkildə heç bir enerjim yoxdur. 1% var, o da yəni ki şuurlu bir şəkildə yatmaq üçündür. Başqa heç bir şey enerjim qalmayıb hazırda. Yəni gözlərim, yəni bu videonu çəkmək o qədər çətindir ki, hazır telefon arasında o qədər çətindir ki. Videonu artıq sonlandıraq. Onsuz da günün bitməyə artıq 2 saatdan belə az qalıb və eləcəm tək şey dincəlməkdir. Məni digər sosial şəbəkələrdən də izləməyi unutmayın. Bütün sosial şəbəkələrimin adları və linkləri açıqlama bölməsində olacaq. Növbəti videolarda görüşənədək sağ olun.